Hər vaxtınız xeyir olsun. Deməli, bildiyiniz kimi bu yaxınlarda, yəni ayın 24-ü, dekabr ayının 24-də ölkə rəhbəri Ağdam şəhərində olubdu. Orada bir qrup ziyalılarla görüşüb, Ağdamlılarla görüşüb, onlara evin açarını təqdim eləyibdi. Bir sıra obyektlərin açılışlarında da xanımı Mehriban xanım Əliyeva ilə birlikdə iştirak ediblər. Bu Ağdamda olduğu dövrdə ölkə rəhbəri orada maraqlı hadisələrlə qarşılaşıbdı. Ağdam ziyalısı Maarif Hüseynov ölkə rəhbərinə maraqlı təkliflər eləyib ki, bu qədər artıq siz bu vaxta qədər Azərbaycan xalqı üçün əlinizdən gələni eləmisiniz və indən sonra hakimiyyət dəyişməlidir. İndi siz də öz yetirməniz olan Balaca Heydərə təqdim eləyin Azərbaycan prezidentliyini. Maraqlı bir haldır. Yəni, yenə Ağdamlılar cürət eləyib öz ürək sözlərini ölkə rəhbərinə oturduğu stol arxasında və onun xanımına birbaşa bildirir ki, yetər artıq. Siz indiyə qədər çox şeylər eləmişsiniz. Siz indiyə qədər Azərbaycanın 20%-dən çox torpaqlarını qaytarmışsınız. Siz əlinizdən gələn nə eləmişsinizsə, eləmişsiniz Azərbaycan xalqı üçün. Bugün nə eləyirsənsə, nə yaxşılıq eləyirsənsə, onun qədri qiyməti yoxdur. Və indən sonra hakimiyyəti ver, istədiyin bir adama, oğluma ver, Balaca Heydərə ver. Və bu fikri əgər deyə bilirsə, Maarif Hüseynova biz dərin təşəkkürümüzü bildiririk. Ki, o öz fikirlərini ifadə edir və bildirir ki, artıq hakimiyyətə dəyişiklik lazımdır. İslahatlar aparmaq lazımdır, kadr islahatları aparmaq lazımdır. Onu orada tuturlar, o orada uğrayır, tutur soxurlar. Əmsoğlu orada uğrayır, tutur soxurlar. Və ölkə talan olur, cənab prezident. Yetər artıq, pis görünür. Maarif Hüseynov nə deyib ki? Bundan artıq nə deyib? Maarif Hüseynov deyib ki, dəyiş, kim istəyirsən gətir qoy. Heydər Əliyev sizi yetişdirdi, gətirdi, qoydu. Heydər Əliyevin dövründə biz 20% torpaqlarımızı ala bilmədik. Amma sizin dövrünüzdə biz 20% torpaqlarımızı geri qaytardıq. Sizin sayənizdə, cənab prezident. İndi də deyir, cənab prezident, yorulmuşsunuz, çox işləmişsiniz, çox işlər görmüşsünüz Azərbaycan xalqı üçün. İndi isə deyir, hakimiyyətdə dəyişiklik olmalıdır. Prezident seçkiləri təyin olunmalıdır və ölkənin prezidenti istəyirsinizsə əgər yetirməniz olan Balaca Heydər olsun. Biz də dəstəkləyək. Burada nə pis var ki? Burada nədir ki pis? Mən burada pis heç nə görmürəm və eyni zamanda sosial şəbəkələrdə bu Avropada oturan Qənimət Zahidlər, ondan sonra orada var da Tural Sadıqlı, Süleyman Süleymanlı, ona Qabil Məmmədov və digərləri Maarif Hüseynova qarşı belə əxlaqa sığmayan sözlər deyirlər. Birincisi, siz özünüz kimsiz ki? Siz özünüzü bir baxırsınızmı ki, siz hansı işlərlə məşğulsınuz? Əxlaqsız, savadsız, biçara insanlarsız xalq qeydi qalırsınız. Siz öz ailənizin qeydinə qala bilmirsiniz. Siz xalqın qeydinə necə qala bilərsiniz? Ona görə də sizi heç ciddiyə almırlar və mən buradan Maarif Hüseynova o cürəti özündə tapdığına görə və birbaşa prezidentin üzünə dediyinə görə ki, artıq prezident seçkiləri keçirməyin vaxtıdır. Artıq bu hakimiyyət demək olar ki, sizin istədiyiniz kimi ölkəni inkişaf elətdirə bilmir. Nə deyibdir ki burada? Deyir, biz sizi çox istəyirik, biz sizi bəyənirik, biz sizə ümid bəsləmişik. Amma deyir, prezident seçkiləri keçirilməlidir də. Dolayısıyla bunu deyir. Və bu prezident seçkilərində sizin yetişdirməniz olan oğlunuzu, Balaca Heydəri biz prezident görmək istəyirik. Bu bunun fikridir. Əlbəttə ki, çox gözəl fikirdir. Çox gözəl fikirdir. İslahat aparılmalıdır. Kadr siyasətində islahat aparılmalıdır. Və mən o Maarif Hüseynovun dediklərinə görə tapa bilsəm, mən bir daha sizə onu göstərərəm ki, orada Maarif Hüseynov çox düzgün deyib. De. Baxın. Xoşbəxt olsun. Bu Balaca Heydər sizə həmişə dayanır. Balaca Heydər. Ay Allah. Allah.
Biz dedik çok xoşbəxt olsunlar, balalarla xoşbəxt olsun. O cümlələri İki uşağı var. Ha, burada nə deyir ki? Burada nə deyir ki? Deyir o balaca Heydərə Allah can sağlığı versin. Cənab Prezident deyir onun 2 uşağı var. Və eyni zamanda biz görmək istəyirik ki, bu adamlı, bu ağsaqqal, özündə o təpəri tapıb prezidentin üzünə birbaşa deyir ki, biz istəyirik ki, ölkədə prezident seçkiləri olsun. Dolayısıyla deyir də bunu. Və balaca Heydər artıq böyüyübdür. Gəlsin ölkədə rəhbərlik eləsin. Bunun haqqında deyir ki bu. Və bu ağsaqqalın fikridir. Hər bir insanın özünün fikri var və ona müsbət yanaşmaq lazımdır. Yoxsa bunu təhqir elə, onu tənqid elə. O bir Ramiz Mehdiyev belə çıxdı, o Əli Kərimli belə çıxdı, o birisi belə çıxdı deməklə deyil. Öz fikirlərinizi siz də yazın. Bugünkü gün doğrudan da bu hakimiyyətlə, bu məmurlarla irəli getmək mümkün deyil. Mən dəfələrlə demişəm, indi deyəcəksiniz ki, eyni şeyi təkrarlayır. Oğurluq bu hakimiyyətin içərisindədir. Yaltaqlıq bu hakimiyyətin içərisindədir. Ondan sonra nə desən, negativ halların hamısı bu hakimiyyətin içərisindədir. Doluşublar, qardaş, bunları təmizləmək mümkün deyil. Biri deyir, Ramiz Mehdiyevin adamıdır. Gəlirlər 5 milyon, 3 milyon, 10 milyon toparlayırlar vəzifəyə gələn kimi. Offshor şirkətlərdə orada gizlədirlər. Sonra gəlir 100 dəfə 10 milyon pulu olan insana bir də 10 il iş verir. 10 ildən o rahatdır ki 10 ildən sonra çıxıb gedib hardasa Avropada rahat bir 10 ilini də orada keçirəcəkdir. Bu da Azərbaycanın malını, mülkünü mənimsəmək deməkdir, oğurlamaq deməkdir. 25 il, 30 il, 15 il vəzifədə olub, oğurlayıb, sonra gedib 2 il, 3 il türmədə yatıb, oradan da əfv olunacaqdır, çıxıb cəhənnəm olub harasa gedəcəklər. Buna qarşı mübarizə aparmaq lazımdır. Bu xalqın başını belə şeylərlə yozmaq olmaz. Bizdə vəzifədə kim olur olsun, hakimiyyətdə kim olur olsun, istəyir balaca Heydər olsun, istəyir İlham Əliyev olsun, kimliyindən asılı bu məmurlarla Azərbaycan xalqı heç vaxt irəli gedə bilməz. Azərbaycan xalqının bütün varını, dövlətini, malını, mülkünü, əxlaqını, namusunu ayaqlar altına atdılar. Doğrudur, ölkə rəhbəri bizim 20% torpaqlarımızı geri qaytardı. Amma biz heç vaxt üzümüz gülmədi. Biz zəfər nə olduğunu bilmədik. Bizə elə bir formada, bu zəfəri elə bir formada yaşatdılar ki, biz zəfəri yox, ancaq sosial problemləri həll etmək, onunla baş-başa qalmaq bizim alnımıza yazıldı. Allah bizi qorusun, qarşıdan bayram gəlir. Bayram müddətində bazarlara baxırsan, o tutub yanır, ətin qiyməti qalxıb. Hər bir şey demək olar ki, iqtisadiyyat çöküb, iqtisadiyyat cərimə üzərində qurulub. Bugün Mikhail Cabbarovun qurduğu iqtisadiyyat cərimələrdən asılıdır. Cərimə verilməsə iqtisadiyyatımız çökər. Bax, biz bu cür yaşayırıq bugün. Bunlardan danışmaq lazımdır. Sosial problemlərimizin necə həll olunmasından danışmaq lazımdır. Bugün pensiyalar verilir, şad xəbər pensiyalar verilir. Bu pensiya verilməlidir. Xalqın başını nə ilə qatmaq? Televiziyalarda bu müğənnilərin əxlaqsız hərəkətləri, əxlaqa sığmayan bir-birinə qarşı təhqirləri Allah göstərməsin. Başqa bir şey yoxdur. Maarifləndirici heç bir şey yoxdur. Ona görə də, qardaş, bir mənalı şəkildə biz öz fikirlərimizi ölkə rəhbərinə çatdıra bilmirik. Bunu da ancaq və ancaq sosial şəbəkələr üzərindən heç vaxt biz həll edə bilmərik. Biz aksiyalar keçirməliyik. Administrasiyanın qarşısında aksiyalar keçirməliyik. Milli Məclisin qarşısında aksiyalar keçirməliyik ki, qardaş, bizim də hüquqlarımız, biz burada yaşayırıq, bizim hüquqlarımız tapdalanır. Məhkəmə normal şəkildə həyata keçirilmir. Aidiyyatı qurumlar, hüquq mühafizə orqanları normal şəkildə. Bu günlərdə bax, bir məsələndə mən deyirəm bundan sonra, yol polisi haqqında mən həmişə müsbət fikirdə olmuşam. Polislərimiz bizim qürur mənbəyimizdir. Mən belə fikirləşmişəm. Amma Saray postunda məsələn, orada baxırsınız ki, qeyri-qanuni işlərlə məşğul olan yol polislərimiz var. Hansı ki, Vilayət Eyvazova söyür, ağzına gələn deyir. Və onlar normal şəkildə deyirlər. İçəri girirsən, görürsən ki, bunlar bilmirəm indi hansı formada
babalarını mən yuya bilmərəm. Bəlkə də narkotik istifadəçilərdir. Çünki onların görünüşlərindən, onların hərəkətlərindən mən belə hesab eləyirəm ki, onlar normal xidmət eləmir vətəndaşlar. Vətəndaşlar təhqir eləyir. Özlərini təhqir eləyir, nazirini təhqir eləyir. Nə danışdıqlarını bilmirlər. Və belə bir hala biz rast gəlmişik. Mən aidiyyəti üzrə müraciət eləmişəm, amma nə olsun ki, kimdən kimə müraciət edirsən? Yəqin ki, cənab general Vilayət Eyvazov bu haqqında da bir tədbir görəcək. Yəni, ölkə problem içində boğulur. Ölkədə xaos baş verirdi. Ay, nə bilim, sosial, görürsünüz, istənilən vaxtı müavinətləri dayandırırlar, vermirlər. Birini ölü çıxardırlar ki, filankəs ölüb. Müavinət, bir 1000 nəfəri elə çıxarsalar, bunlar nə olacaq ki? Bunları da qəsdən eləyirlər. Ali Baş Komandana görə, Mehriban Əliyevaya görə və bunun da öhdəsindən gəlmək mən elə bilirəm ki, o qədər də asan olmuyor. Nə qədər insan tutub soxmaq olar? Nə qədər qeyri-qanuni hərəkətlər eləyirlər. Bunlar heç bu demək olar ki, hakimiyyətdə olan bu insanlara qarşı heç bir tədbir görülmür. Yenə zavallı imkansız insanlara aparıb tutub soxurlar içəri ki, hə, tapıldı, filan kəs imiş. Amma işin başında duranlar başqalarıdır. Nəsə, çox vaxtınızı almaq istəmirəm. Qarşıdan gələn bayramınızı təbrik eləyirəm. Hazır olaq, hələ bundan da belə betər, çox betər problemlərlə üzdə qalacağıq. Neçə ki, bu məmurlar hakimiyyətdədir. Və bu məmurlara görə demək olar ki, bizim başımız çox bəlalar çəkəcək. Diqqətinizə görə sağ olun.